Salam. Bugün sənin üçün bir şeirə, necə deyim, biraz dərindən baş vuracağıq. Amma bu elə-belə, yəni sadəcə lirik misralar toplusu deyil. Bu əslində bir manifestdir. Bir şəhərin, Təbrizin və onun simasında bütöv bir xalqın müqavimət hekayəsidir. Söhbət xalq şairi Sabir Rüstəm xanlının İnansa Təbriz deyil şeirindən gedir. Məqsədimiz də sadəcə şeiri təhlil etmək yox, onun hər bir misrasının necə bir siyasi alətə, bir yaddaş bankına çevrildiyini anlamaqdır. Gəl birlikdə baxaq görək, bir şeir bir xalqın sərhədlərini necə cıza bilər. Bəli, bu həqiqətən də çox maraqlı bir söhbət olacaq. Çünki bu şeir sözün əsl mənasında bədii formada yazılmış bir ittihamnamə kimidir. Hər bəndi sanki bir maddə, hər misrası bir dəlil və bu ittihamnamənin mərkəzində dayanan sual da budur ki, bir mədəniyyəti necə yox etmək olar? Şair də elə bu suala cavab axtaranlara cavab verir. Ona görə də səni də bu müzakirədə misraların sadəcə səthinə yox, onların arxasındakı o gərginliyə, o tarixi çəkiyə diqqət yetirməyə çağırıram. Elə isə gəl birbaşa başlayaq. O ittihamnamənin, necə deyərlər, ilk maddəsindən. Şeir elə birbaşa heç bir hazırlıq olmadan çox sərt bir təsbitlə başlayır. Bax, deyir ki, Farsın işğalıdır bu. Mollanın nə günahı? Din adına irtica. Bu ki, yalan söz deyil. Bu çox cəsarətli bir girişdir, elə deyil. Sanki şair ilk cümlədən bütün kartlarını açır masaya. Deyir ki, gəlin problemi doğru adlandıraq. Məsələni dindən ayırıb birbaşa Fars işğalı adlandırmaqda məqsəd nədir? Bax, bu inanılmaz dərəcədə vacib bir strateji gedişdir. Şair burada deməli söhbətin bütün çərçivəsini dəyişir. O deyir ki, siz bu məsələni bir teokratiya, bir dini rejim problemi kimi görməyin. Yox. Bu daha dərin, daha tarixi bir məsələdir. Bir millətin başqa bir millət üzərindəki mədəni siyasi hökmranlığıdır. Mollanın nə günahı deməklə o fiqurları kənara itələyir və sistemin özünü, yəni o Fars işğalı adlandırdığı ideologiyanı hədəfə alır. Aha, bəs o din adına irtica ifadəsi? O da o deməkdir ki, din burada sadəcə bir vasitədir, bir pərdədir. Əsl məqsəd isə irtica, yəni geriləmədir. Bir xalqın öz kimliyindən uzaqlaşdırılıb geriyə aparılmasıdır, assimilyasiya edilməsidir. Problemi bu cür qoymaqla o mübarizəni dini müstəvidən çıxarır, milli kimlik müstəvisinə daşıyır. Aydındır. Yəni bu bir növ döyüş meydanını yenidən müəyyən etməyə cəhdidir. Amma kimsə də kənardan baxa bilər ki, bir dəqiqə, bu da başqa bir millətçi ritorika deyilmi? Bəlkə şair sadəcə hadisələri öz baxış bucağından təqdim edir, bəlkə biraz da şişirir. Bu ittihamların arxasında dayanan real, tarixi əsas nə dərəcədə möhkəmdir? Çox yaxşı sualdır. Əlbəttə, poeziya həmişə müəyyən qədər subyektivdir, emosiyaları gücləndirir, amma burada söhbət sadəcə şair təxəyyülündən getmir. Yəni, Güney Azərbaycandakı dil siyasəti, yer adlarının sistematik dəyişdirilməsi, təhsilin ancaq fars dilində olması kimi faktlar, bunlar 10 illərdir davam edən bir reallıqdır. Şairin etdiyi də bu reallığı poetik dilə çevirməkdir. Onun emosional və siyasi təsirini maksimuma çatdırmaqdır. O, olmayan bir şeyi uydurmur. Deməli, onsuz da mövcud olan bir ağrını, bir etirazı hamının anlayacağı bir dildə ifadə edir. Bu, sadəcə şeir deyil, həm də bir sosial şərtdir. Ay sağ ol, tamamilə. Yaxşı. Deməli, şair əvvəlcə düşməni və mübarizənin mahiyyətini təyin etdi. Bundan sonra isə sanki əlinə bir qələm alıb xəritə cızmağa başlayır. Mübarizənin harada getdiyini göstərir. Deyir ki, bu yurt türkün torpağı, izləri itmir hələ və dərhal da qarşı tərəfin ideoloji köklərinə işarə edir. Fikrin Sasanilikdən bəriyə ötmür hələ. Ardınca da öz coğrafiyasını bir-bir sayır. Mənimki Ərdəbildir, Marağadır, Yəz deyil. Və əlavə edir, nə Şirazda gözüm var, nə də İsfahanında. İlk baxışda sadəcə şəhər adlarıdır, amma bu adları belə qarşı-qarşıya qoymaq, bu sadəcə coğrafiya dərsi deyil, düzdür? Qətiyyən, bu şeirin ən güclü hissələrindən biridir. Və burada mübarizə artıq fiziki məkandan çıxır, keçir mental, yəni zehni məkana. Bilirsən, hər kəsin beynində bir vətən xəritəsi var. Şair burada məhz o xəritə uğrunda döyüşür. O, rəsmi xəritələrin cızdığı sərhədləri rədd edir və öz mədəni tarixi sərhədlərini bəyan edir.
Ərdəbil, Marağa, Zəncan, Həmədan, Qəzvin, bunlar tarixi Azərbaycan şəhərləridir. Şiraz, İsfahan, Yezd isə klassik Fars mədəniyyətinin mərkəzləri. Bəli, şair deyir ki, mənim dünyam budur, sənin dünyan isə o. Mən sənin irsinə göz dikmirəm, sən də mənimkindən əl çək. Sasanilərə istinad isə birbaşa Fars millətçiliyinin tarixi köklərinə bir zərbədir. Yəni, sizin imperiya təfəkkürünüz hələ də o dövrdə qalıb demək istəyir. Bu çox maraqlıdır. Yəni, bir insanın özünü haralı hesab etməsi, onun zehnindəki xərita siyasi xəritalardan daha güclü ola bilər. Bu, başqa münaqişələrdə də gördüyümüz bir şeydir. Bir rejim gəlir, şəhərin adını dəyişir, amma insanlar 10 illərdən sonra belə öz aralarında köhnə adlar işlədirlər. Çünki yaddaşdakı xəritanı silmək daha çətindir. Tamamilə. Və sən bununla şeirin növbəti, bəlkə də ən sarsıdıcı hissəsinə mükəmməl bir keçid etdin. Şair məhz bu yaddaş silmə əməliyyatını hədəf alır. Misralara bax. Adını dəyişdirdin dağın, daşın, çöllərin, öz ismi ilə tarixə şöhrət olan ellərin. Bu, toponimlərin dəyişdirilməsinə birbaşa ittihamdır. Amma bundan sonraki misra, məncə bütün bu assimilyasiya siyasətinin dəhşətini bir cümlədə ifadə edir. Hansı misra? Deyir ki, əl yetsə dəyişərsən qafasını ölülərin. Bu misranı hər dəfə oxuyanda adamı dəhşət bürüyür həqiqətən. Ölülərin qafasını dəyişmək, bu nə deməkdir axı? Üçün təkcə onun dilini, adlarını dəyişmək kifayət deyil. Ən əsası onun tarixini, keçmişini yenidən yazmaq lazımdır. Onun əcdadlarının kim olduğunu unutturmaq, ölülərin qapasını dəyişmək məhz budur. Yəni, tarixi saxtalaşdırmaq, qəhrəmanlarını yox saymaq. Düzdür. Və nəticədə yeni nəsillərə demək ki, sizin babalarınız da əslində bizdən idi. Sadəcə sonradan dilləri dəyişib. Bu bir xalqın kökünü tamamilə kəsmək cəhdidir. Şair deyir ki, sizin siyasətiniz o qədər total və amansızdır ki, təkcə bugün yaşayanları deyil, hətta məzarda yatanları belə hədəf alır. Bu mədəni soyqırımın poetik tərifidir və ən qorxunc assimilyasiya da elə keçmişi yenidən fəth etməkdir. Deməli, şair ittihamları sıraladı, mübarizə meydanını cızdı, yaddaşa edilən hücumu ifşa etdi və bütün bu ağır bəndlərin sonunda eyni nəqarat təkrarlanır. Təbriz buna inanmaz, inansa Təbriz deyil. Bu təkrarın yaratdığı təsir inanılmazdır. Sanki hər ittihama Təbrizin ruhu cavab verir. Bu nəqarat şeirə hansı gücü verir? Çünki bu nəqarat şeiri bir şikayətnamə olmaqdan çıxarır, bir müqavimət andına çevirir. O, sadəcə bir şuar deyil, bir varlıq fəlsəfəsidir. Şair burada Təbrizin kimliyini onun coğrafiyası ilə deyil, birbaşa onun ruhu, onun xarakteri ilə təyin edir. Təbriz nədir? Təbriz, assimilyasiyanı yox deyən iradədir. Təbriz, yaddaşının silinməsinə qarşı çıxan şuurdur. Yəni, əgər bir gün Təbriz bütün bunlara inansa, təslim olsa... Ay sağ ol, o zaman coğrafi olaraq mövcud olsa belə, ruhən artıq Təbriz olmaz. Yəni, Təbrizin varlığı onun boyun əyməməsinə bağlıdır. Və bu müqavimət ruhunu daha da dərinləşdirmək üçün şair 1000 il əvvələ gedib çıxır. Firdosiyə və onun məşhur Şahnamə əsərinə. Deyir, Firdosinin sözü də tarixdən bir namədir. Türkün böyüklüyündən qəzəblənib nə dedi? Düzü bu mövzuya bələd olmayan biri üçün bu biraz qəfil keçid kimi görünə bilər. Bugünün siyasi mübarizəsindən birdən-birə orta əsrlər ədəbiyyatına. Niyə? Bu dahi bir gedişdir. Şair bununla müasir mübarizəyə 1000 illik bir tarixi dərinləşdirir. Bilirsən, Şahnamə Fars dili və milli kimliyinin təməl sütunlarından biridir. Onların milli dastanıdır. Amma eyni zamanda bu dastanda Turan, yəni Türk dünyası, çox vaxt əsas düşmən, mənfi qüvvə kimi təsvir edilir. Şair Firdovsiyə istinad edərək deyir ki, baxın, bu məsələ dünən başlamayıb, sizin milli kimliyinizi formalaşdıran təməl mətnlərdə belə bizə qarşı bu baxış mövcud idi. Deməli, bu 1000 illik bir ideoloji qarşı durmadır. Bəli, və dərhal da cavabını verir, ey sonumu gözləyən, Türk gün altda buz deyil, əriyib suya dönməz, ərisə Təbriz deyil. Yəni, 1000 ildə əridə bilməmisiniz, bugün də əridə bilməyəcəksiniz. Maraqlıdır. Bütün bu güclü, kəskin argumentləri səsləndirən şəxsin kimliyi də düşünürəm ki, misralara əlavə bir çəki verir. Mənbədə də qeyd olunur ki, Sabir Rüstəmxanlı
təkcə şair deyil, o xalq şairidir. Keçmişdə deputat olub, aktiv siyasətçidir, həm də Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan bölməsinin rəhbəridir. Bu detalları biləndə şeirə tamam başqa gözlə baxırsan. Adı sanı bilinməyən bir şair yazsaydı, biz ona bir fərdin fəryadı kimi baxa bilərdik. Amma müəllifin ictimai-siyasi kimliyi, illərdir bu məsələnin mübarizəsini aparan bir fiqur olması, bu mətni fərdi hissiyatdan çıxarır, onu kollektiv bir səsin bəyanatına çevirir. Bu artıq sadəcə bir sənət əsəri deyil, həm də siyasi bir aktdır. Yəni bu sözlər birbaşa mübarizənin içindən gəlir. Kənardan müşahidə edən birinin sözləri deyil. Düzdür. Bu da hər misraya əlavə bir məsuliyyət, bir ciddiyyət yükləyir. Dinləyici anlayır ki, bu sadəcə bədii axtarış yox, real bir davanın sözlərlə ifadəsidir. Beləliklə, yəni bütün bu müzakirəni bir yerə yığaq. Biz səninlə bir şeirin dərinliklərinə endik və gördük ki, o əslində çox qatlıdır. Bir tərəfdən bir xalqın assimilyasiyaya qarşı səsləndirdiyi bir ittihamnamədir. Digər tərəfdən öz mədəni coğrafiyasını və tarixini təsdiq edən bir kimlik bəyannaməsidir. Və ən əsası, bütün təzyiqlərə baxmayaraq təslim olmayacağını bəyan edən sarsılmaz bir iradə manifestidir. Şeir həm kədər daşıyır, həm qəzəb. Amma hamısından üstün bir ümid var. Mən də yekun bir fikir olaraq buna əlavə edim ki, şeir sadəcə müdafiədə qalmır, yəni sadəcə əyilməyəcəyi, dözəcəyi demir. Şeir gələcəyə yönəlik bir xəbərdarlıq və bir vədlə bitir. Son misralardan birinə baxaq, bu zənciri qıracaq, dözümü sonsuz deyil. Bu çox vacib bir nüansdır. Bu passiv müqavimətdən aktiv mübarizəyə keçid anonsudur. Bu o deməkdir ki, Təbrizin ruhu təkcə dözmək ruhu deyil, həm də fürsət düşdükdə o zəncirləri qırmaq ruhudur. Və bu da şeiri sadəcə mövcud vəziyyəti təsvir edən bir sənəd yox, eyni zamanda gələcəyə yönəlmiş bir çağırışa çevirir. Ay sağ ol, onun gücü də məhz bundadır. Müzakirəmizin sonunda səni və bizi dinləyən hər kəsi bir düşüncə ilə baş-başa buraxmaq istəyirəm. Biz bugün bir şeirin, bir xalqın yaddaşını, mübarizə ruhunu necə yaşatdığını gördük. Bəs sizcə, bizim bu sürətli, rəqəmsal çağımızda bir şeirin, bir mahnının, bir sənət əsərinin gücü nədədir? Gündəlik xəbər başlıqları, siyasi bəyanatlar unudulub gedərkən, nəsildən nəslə ötürülən bir neçə misra, bəlkə də tarixin axarını dəyişən ən güclü silahdır.